Yukarıda sual verdi ki, qəbir üstünə gedəndə Fatihə, İxlas, Nas, Fələq surələri oxumaq olar. Xeyr, yəni qəbir üstünə gedəndə, qəbirləri ziyarət edəndə Quran-ı Kərimdən hər hansısa bir ayə və yaxud da ki, surə oxumaq icazəli deyil. Bu, dində sonradan çıxan bidətlərdir. Peyğəmbər sallallahu aleyhi və səlləm də qəbirləri ziyarət edib. Allah elçisi sallallahu aleyhi və səlləm də qəbirləri ziyarət edərdi və yaxınları üçün dua edərdi. Və Peyğəmbər sallallahu aleyhi və səlləm qəbirstanlığa girərkən dua var. Hansı ki, müsəlman arasında keçən duada Esselamu aleykum ya əhlə diyar minəl mu'minina vəl muslimin. İnşaallahu bikum lahiqun və duanın sonuna qədər. Yəni, bu duanı oxuyardı və həmçinin də ki, qəbir sahibi üçün Allahdan bağışlanma diləyərdi. Onun üçün Allahdan rəhmət diləyərdi. Amma hər hansısa bir yəni Qurandan surə və yaxud da ki, ayə oxumaq icazəli deyil. Əksinə bu bidətdir. Yəni dində sonradan ortaya çıxan, dindən olmayan şeylərdən sayılır. Və Quran-ı Kərimin bütün ayələri, bütün surələri diri olanlar üçündür, ölülər üçün deyil.